Naxçıvan Dövlət Universitetində Çağdaş Azərbaycan dilinin aktual problemləri mövzusunda 4-cü Respublika Elmi Konfransının açılış mərasimi olub. Konfrans Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin tərəfdaşlığı ilə keçirilib. Konferansın əvvəlində ümumilikdə lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında bildirib ki, konferansın keçirilməsinin əsas məqsədi Azərbaycan dilinin müasir inkişaf mərhələsində qarşıya çıxan nəzəri və praktiki məsələlərinin, eləcə də müasir tədqiqat nəticələrinin elmi müstəvidə müzakirəsini təşkil etmək, yeni elmi əməkdaşlıqların formalaşdırılmasına şərait yaratmaqdır. Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fərmanına diqqət çəkən rektor, bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən, görüləsi işlərdən danışıb. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri akademik İsmail Hacıyev bildirib ki, əsrlər boyunca Azərbaycan dilinin formalaşdırılmasına böyük əmək sərf olunub. İsmail Hacıyev ümumi lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin konstitusiyasında dövlət dili kimi təsbit olunmasının ulu öndərin dilimizə göstərdiyi qayğının bariz nümunəsi olduğunu bildirib. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev qeyd edib ki, müxtəlif elm sahələrinin dilçiliklə bir araya gətirilərək araşdırılması elmlərarası əlaqəni gücləndirir, yeni tədqiqat imkanları yaradır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Professor Asif Zamanov Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, ana dilinin tədrisi və elmi tədqiqi sahəsində görülən işlər milli kimliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Daha sonra dil və milli kimlik məsələləri ilə bağlı müxtəlif mövzularda məruzələr dinlənilib. Rektor Elbrus İsayev tərəfindən konferansın ərsəyə gəlməsində əməyi olan məsul şəxslər plaket və təşəkkürnamələr təqdim edilib. Bu əslində ölkə rəhbərimiz, cənab prezidentimiz möhtərəm İlham Əliyevin dil siyasətinə uyğun olaraq ali təhsil müəssisələrinin özlərinə düşən rolu, missiyanı, vəzifələri yerinə yetirməsinin növbəti göstəricisidir. Biz növbəti dəfə şahidi olduq ki, Naxçıvan Dövlət Universitetində Azərbaycançılıq ideyalarına, Azərbaycançılıq məfkurəsinə, Azərbaycan milli kimliyinin dəyərlərinə yanaşmanın hansı səviyyədə həyata keçirildiyinin növbəti dəfə şahid olduq. Konferansın əsas məğzi Azərbaycan dilinin tədrisinin daha düzgün, daha təkmil təşkilindən ibarətdir. Bu isə təbii ki, əvvəldə də qeyd etdiyim kimi ölkə rəhbərimizin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı dövlət siyasətimizə uyğun şəkildə həyata keçirilir. Bakı Slavyan Universitetində yaratdığımız süni intellekt əsaslı dil öyrənmə mərkəzində də bizim hədəflərimizdən biri rəqəmsal platformalar üçün və süni intellekt platformaları üçün Azərbaycan dilli məzmunun yaradılmasından ibarətdir. İnanıram ki, həm Naxçıvan Dövlət Universitetində, həm Bakı Slavyan Universitetində və həm də bizim birgə qarşılıqlı əməkdaşlıqlarımızda biz bu üzərimizdə düşən məsuliyyətləri də yüksək səviyyədə həyata keçirilə biləcəyik. Gülay Tahirli, Akşin Məhərrəmov, NTV Xəbər.